Biz bir-birimizə bəzən deyirik ki, qardaş, Allah səni müvəffəq etsin. Qadınlar da bir-birinə deyir ki, bacı, Allah səni müvəffəq etsin. Alimlərdən İbn Qayyim deyir ki, müvəffəqiyyət nə deməkdir? Müvəffəqiyyət o deməkdir ki, Allah səni bir itaətə yönəldir və o itaəti etmək üçün sənə sona qədər yardım eləyir. Bəzən elə qulları var ki, Allahın itaətə yönəlirlər, lakin Allah Taala müvəffəq eləmir. Məsələn, insan cibindən bir 5 manat sədəqə vermək istəyir. O sədəqəni vermək istəyəndə görsən, nəsə başı qaçışır, yayınır, verə bilmir, müvəffəq olmur. Məsələn, dəstəmaz alır, adam Quran oxumaq istəyir. Görsən, zəng gəlir, çıxıb gedir. Yəni, adama müvəffəq olmur, Allah ona nəsib eləmir. Gərək Allah subhanahu wa ta'ala insanı müvəffəq eləsin. Necə gördünüz? Biz gəldik, miqatdan keçdik Mədinədən, gəldik, Kəbəni ziyarət elədik, tavaf elədik, İbrahim məqamında namaz qıldıq, zəmzəm su içdik, 7 dəfə səy elədik. Bu kimin müvəffəqiyyətidir? Allah. Allah bizə asanlaşdırdı. Əgər Allah nəsib etməsəydi, qardaşlarım, vallahi biz onu bacarmazdıq. Ən böyük dəlillərdən biri nədir? Milyonlarla və milyardların sahibi olan insanlar bura gələ bilmirlər. Lakin içimizdə elə qardaşlar və bacılar var ki, onların heç maddiyyəti olmayıb, lakin Allah subhanahu ta'ala onu gətirib bura. Çünki Allah istəyib ki, o gəlsin.